Valla mənim üçün hər şey puldur. Bu həyatda pulun varsa, deməli hər şeyin var. Xanım, siz niyə ilk görüşümüzdən özünüzü mənə belə tanıtdırırsınız ki? Necə tanıtdıram ki, başa düşmədim. Ancaq pulgir kimi. Pulgir kimi tanıtdırmıram, xeyr. Reallıqdan danışıram sadəcə. Reallıqdan danışırıqsa, onda deyin bilin. Mən kasıbam. Və mənim kartımda sizin bayaq dediyiniz o 400-500 manat ancaq maaşdan maaş olur. Və mən sevdiyim xanıma hər dəfə qəşəng hədiyyələr ala bilmirəm. Əvəzinə ona qayğı verməyi bacarıram. Onu kişi kimi sevib, ona sadiq qalmağı bacarıram. Acıqarına sevgi söhbəti. Hə, bir də ən əsası, mən sevdiyim insanı aç saxlamaq üçün həyatıma almıram. Məncə biz bir-birimizin vaxtını alırıq. Bizim nə təbəqələrimiz, nə də IQ səviyyələrimiz eyni deyil. Yəqin pulla eyniləşdirilə biləcək IQ səviyyəmizdən danışırsınız. Təhqirə ehtiyac yoxdur. Mən təhqir eləmədim ki, reallığı dedim. Ha, bir də zəhmət olmasa hesabı da ödəyərsiniz. Bu hesabı ödəməyə mənim pulum çatmaz. Nə qədər yer olmasa hesabı? Xanım olması hesab yazılmır. Necə yəni yazılmır? Teymur bəy bizim restoran sahibidir. Müəllimin qonaqlarından 4 filialımızın 4-ündə də hesab alınmır. Teymur bəy bizim restoran sahibidir.